Hər kəsə salam. Bu videomuzda maddə miqdarı, molyar kütlə, Avogadro qanunundan bəhs edəcəm. Deməli, ilk öncə maddə miqdarı nəyə deyilir? Bu barədə danışmaq istəyirəm. Maddədə olan hissəciklər dedikdə zərrəcikləri nəzərdə tuturam. Yəni atomlar, molekullar, ionlar, elektronlar və s. Bunların miqdarını müəyyən edən kəmiyyətə maddə miqdarı deyilir. Bir daha təkrarlayıram. Maddədə olan hissəciklərin miqdarını müəyyən edən kəmiyyətə maddə miqdarı deyilir. Və maddə miqdarımız Yunan hərfi olan nü ilə işarə olunur. Nü və yaxud da nü yazılan kitablar da var. Sizə hansı uyğunsa istifadə edə bilərsiniz, amma əsasən nü istifadə olunur. Və nü ilə işarə olunur. Vahidi isə mod. Yəni, daha geniş formada desək, tərkibində 6,2 vurulsun 10 üstü 23 sayda hissəcik olan maddə miqdarı mol adlanacaq. Molun tərifinə gəldikdə, tərkibində 6,2 vurulsun 10 üstü 23 sayda hissəcik olan maddə miqdarını mol deyəcəyik. 6,2 vurulsun 10 üstü 23 isə bizim Avogadro ədədimizdir. Avogadro ədədi Na ilə işarə olunur. İlk öncə molyar kütlənin hesablanmasını izah etmək istəyirəm ki, məsələ həllində bu daha çox önəmlidir. Məsələn, sizə verib ki, hidrogenin atom kütləsi bilirsiniz ki 1-dir, oksigenin atom kütləsi isə 16-dır. Sizdən tələb edir ki, suyun molyar kütləsini tapasınız. Suyun molyar kütləsini tapmaq üçün ilk öncə nə edirsiniz? Hidrogenin kütləsi onun indeksinə vurursunuz, 1 vurulsun 2, toplayırsınız oksigenin kütləsi ilə. Eləyəcək 18. Bu bizdə oldu molyar kütlənin hesablanması. Daha çox başqa nümunə desəm, məsələn sizə verə bilər AR karbon 12-dir, AR oksigen 16-dır. Sizdə tələb edir ki, CO2-nin molyar kütləsini tapasınız. 12 üstə gəlinsin, 16 vurulsun 2 bərabər eləyəcək. Bərabərdir 44. Bu da bir digər nümunə. Sonra isə biz əsas hissəyə keçə bilərik artıq. Maddə miqdarının hesablanma qaydasına. Maddə miqdarını necə hesablayacağıq? 3 dənə əsas düsturumuz var. Kütlə ilə ifadə olunması, M/M, molekul sayı ilə ifadə olunması, M/Na, həcmlə ifadə olunması, V/Vm. Burada bizi tanış olmayan bir kəmiyyət daha gəldi. Vm molyar həcmdir. Və 1 mol qazın, həcm anlayışı bilirsiniz ki, qazlara aiddir. 1 mol qazın tutduğu həcmə bərabərdir. Yəni 22,4 litr. Bunu da belə yadda saxlayın, çox önəmlidir. İndi isə bəzi nümunələrə nəzər yetirmək istəyirəm. Tutaq ki, sizə verib ki, kiçik m kütlədir, böyük m isə molyar kütlədir. Fərqləndirməyi bacaraq. Kiçik m CO2 bərabərdir 22 qram məsələn. Və bayaqları karbon qazının da molyar kütləsini hesabladıq, tapdıq ki 44 qramdır. Və sizdən maddə miqdarını soruşur. Kütlə ilə ifadə olubsa, deməli biz kütlə ilə istifadə olunan düstura baxacaq. Yəni M/M 22/44 0,5 mol. Daha sonra molekul sayına uyğun bir məsələ deyim. Sizə verə bilər NSO2 tutaq ki verib 12,4 vurulsun 10 üstü 24. Maddə miqdarını da verib ki, daha doğrusu maddə miqdarını sizdən soruşur və siz bilirsiniz ki, Na hər zaman nəyə bərabərdir? Na bərabərdir 6,2 vurulsun 10 üstü 23-ə. Biz burada nünü necə hesablayacağıq? Nü bərabərdir 12,4 vurulsun 10 üstü 24 bölünsün Na. Yəni bərabər olacaq 2 mol. Həcmlə ifadə olunan bir məsələyə keçək. Məsələn, sizə verib ki, hidrogenin həcmi 44,8 litrdir. Nünü deyir hesabla. Bilirik ki, molyar həcmdə bərabərdir 22,4 litrə. Nü bərabərdir V/Vm, yəni 44,8 bölünsün 22,4. O da bərabər eləyəcək 2 mola. Bu da bir növ məsələmiz. Növbəti hissədə biz keçəcəyik qazların sıxlığı və nisbi sıxlıq anlayışına. Necə baş verir? Biz fizikadan bir düstur bilirik. Rho bərabərdir M/V. Bu düsturu kimya üçün yazsaq, olacaq Rho bərabərdir Mx, yəni X maddəsinin molyar kütləsi bölünsün molyar həcm.
o da bərabərdir mx bölünsün 22,4 litr. Bu düsturdan m'i tapsaq, mx bərabərdir rho vurulsun vm, o da bərabərdir rho vurulsun 22,4. Bu da nisbi sıxlıq anlayışı. Buna aid bir məsələ desək, məsələn, tutaq ki, sizə deyir ki, dəm qazının CO-nun sıxlığını tapın. Yazacaqsınız rho CO bərabərdir MCO bölünsün 22,4. Dəm qazının molyar kütləsi 28 qramdır. 28 bölünsün 22,4. O da bərabər edəcək 1,25 qram bölünsün litr. Qram bölünsün litrdə bilirik ki, sıxlığın vahididir. Daha sonra isə nisbi sıxlığa geçsək, nisbi sıxlıq D hərfi ilə işarə olunur və açığı bizim sıxlıq düsturumuzdan çıxacaq. Yəni M1 bölünsün M2 bərabərdir rho 1 bölünsün rho 2-yə. Rho 1 bölünsün rho 2-ni D ilə əvəz eləsək, eləyəcək D bərabərdir M1 bölünsün M2. Məsələn, sizə verə bilər ki, oksigenin hidrogenə görə nisbi sıxlığı. Bunu hesablayacaqsınız. Hidrogenə görə dediyinə görə düsturun D'nin indeksinə H2 yazın. Sonra oksigenin kütləsini böləcəksiniz hidrogenin kütləsinə. Oksigenin kütləsi 32 qram, hidrogenin kütləsi 2 qram. Bərabərdir 16. Deməli, bizim hidrogenə görə sıxlığımız 16 imiş. Bu qədər sadə. Növbəti və ən son olaraq keçirik qaz qarışığının orta molyar kütləsinin hesablanmasına. Bu düsturu biz 3 cür hesablaya bilərik. Mol miqdarına görə, həcminə görə və həcm payına görə. Biraz əzbər tələb eləyə bilər, amma düsturlar çox sadə düsturlardır. Mol miqdarına görə orta molyar kütləmiz bu şəkildə hesablanır. Nö1 M1 üstəgəl Nö2 M2 üstəgəl nöqtə. Nö3 M3, Nö4 M4 məsələdə verdiyi kəmiyyətlərin sayına görə yazacağıq. Bölünsün Nö1 üstəgəl Nö2 üstəgəl nöqtə. Həcminə görə M ortanı tapanda düsturlar bir-birinə oxşayır. Ona görə də yadda saxlanılması çox rahatdır. V1 M1 üstəgəl V2 M2 üstəgəl nöqtə. V1 üstəgəl V2. Həcm payına görə M ortamız bərabərdir. Həcm payı bilirsiniz ki, fi ilə işarə olunur. Bu fidir. Fi1 M1 üstəgəl Fi2 M2 üstəgəl nöqtə. Fi1 üstəgəl Fi2 üstəgəl nöqtə. Bu qədər. Dərsimiz bura qədər idi. Bu dərs yeni dərsliyə əsasən həm 9-cu siniflərin ilk mövzusudur və çox rahat dərsdir mənə görə. Tövsiyə edirəm ki, topludan testlərini ətraflı şəkildə işləyəsiniz. Vaxtım olduqca test izahı paylaşacağım. Və qaydanı daha çox yaza oxumağınızı tövsiyə edirəm hər zaman. Yazaraq o sizin yaddaşınızda daha yaxşı qalacaq. Və videoya bir dəfə yox, 2-3 dəfə baxmaqla siz tamamilə çox yaxşı bu dərsi öyrənib mənimsəyə bilərsiniz. Fikirləriniz mənim üçün önəmlidir. Kommentariyada fikirlərinizi yazmağı unutmayın. Görüşənədək.